Easter, Pasxa bayramı. Elə biz buna Easter də deyək. Easter in England and Europe. Easter İngiltərədə və Avropada in general ümumiyyətlə is a holiday that bayramdır, hansı ki involves the whole family. Bütün ailə bu bayrama cəlb olunur. On Good Friday in the countryside, 5-ci gün şəhər ətrafında 5-ci gün they often make bonfires, onlar make bonfires tonqal qalıyırlar where haradakı family friends, ailələr və dostlar gather, toplaşırlar for some barbecue, kabab bişirmək üçün, and sometimes music, bəzən musiqi çalırlar. Easter festival is a tradition. Easter festivalı ənənədir in many countries, çox ölkələrdə. For children, uşaqlar üçün Easter morning, Easter səhəri is the most important day of festival. Festivalın ən məşhur günlərindən biridir. In the morning hours, səhər saatlarında children love to paint. Uşaqlar rəngləməyi sevir. Hard-boiled eggs, bərk qaynamış yumurtanı, and hide them, onları gizlədirlər in the bushes, çollarda. They make a game, onlar oyun oynayırlar out of it, it to find the hidden eggs, gizlənmiş yumurtaları taparaq. But not all of the eggs are always found. Not all of the eggs, yumurtaların hamısı tapılmır həmişə. Even hətta weeks after Easter, Easter'dan weeks after, həftələr sonra, there are times when the land stinks of rotten eggs that haven't been found. Deməli, there are times, elə vaxtlar olur ki, when the land stinks of rotten, çürük yumurtalar, torpaq deyir, haven't found, tapılmamış, rotten, çürümüş yumurtalar, stinks, yəni ifunət kimi verir, ifunət iyi verir. Bir də deyək, there are times, elə vaxtlar olur ki, when the land stinks of rotten eggs, yəni torpaq, çürümüş yumurtaların iyi ilə ifunət iyi verir. Hansı ki haven't been found, yəni tapılmamış yumurtalar torpaqda ifunət iyi verir. Getdik. Və yaxud da torpaq, belə demək olar ki, tapılmamış torpaq yumurtalar kimi ifunət iyi verir. Bax, ümumiləşdirsək belə çıxır mənası. Maria knows that, Maria bilir ki, she needs to stay on diet. She needs, ona lazımdır ki, diyeta saxlasın. She has read many diet cookbooks. O çoxlu diyeta kitabları oxuyub. Burada oxuyub mənası nə verir? Buradakı has, read. Has üstəgələk feilin P2 forması. İndiki bitmiş zaman. Does stretching exercise, idman edir in the morning hours, səhər saatlarında. She also has studied, o həmçinin öyrənib, and experimented, eksperiment aparır with many diet recipes. Çoxlu diyeta reseptləri ilə. But, amma a lot of recipes, reseptlərin çoxsu contain meat, tərkibində ət var, which hansı ki Maria tries to avoid. Maria çalışır qaçsın bundan. Avoid, qaçmaq, however, lakin. Cooking takes a lot of time. Bişirmək çox vaxt aparır. And whenever, nə vaxtsa possible, mümkün olanda she tries to find a healthy restaurant. O çalışır ki sağlıqlı qidalar verən restoran tapsın. Çünki she doesn't want, o istəmir to cook every day, hər gün bişirsin. A good friend of hers, onun yaxşı bir dostu, told her about a good vegetarian restaurant. Ona vegetarian restoran haqqında deyir. Maria tries the restaurant, Maria çalışır, denəyir restoranı, and find the dishes, delicious və
yeməklərini dadlı tapır. Bu try'ın çalışmaq, bir də denəmək, yoxlamaq mənası var. Məsələn, paltarları geyinəndə, yoxlayanda səhv yazdım. Try on deyilir. I try on new t-shirt. Yeni bir t-shirt denədim. Almost demək olar ki, all of the dishes, bütün yeməklər are vegetarian yeməklərdir. Bəziləri are even only vegan, bəziləri hətta sadəcə vegandır. After a short time, qısa zaman sonra, Maria has become a regular customer. Maria müntəzəm müştəri olur. Regular customer, yəni daimi, davamlı. Baxın, has become hansı zamanda? İndiki bitmiş zamandır. Olub, olur, bitmiş zamanı bildirir. Her favorite meal, onun sevimli yeməyi is vegetable soup, tərəvəz supudur, which is supposed to have no meat. Hansı ki gözlənilir ki, no meat, ət yoxdur içində, tamamilə ət yoxdur. One day, bir gün, she asked to cook, o aşpazdan soruşur. Cook'un iki mənası var, bir aşpaz, biri də əgər cookdursa aşpaz və yaxud da cookdursa, biri də bişirmək, to cook, bişirmək deməkdir. Why the soup? Nə üçün soup is always so delicious? Həmişə dadlıdır. Çünki she wants, o istəyir ki, to know, bilsin the secret, sirri bilmək istəyir. The cook answers, aşpaz cavab verir, answers. That he is always using, o həmişə istifadə edir, chicken stocks. Cücə, nə deyirlər ona, uşaqlar, balaca paketlərdə olur, supların içinə atırlar. Yadımdan çıxdı. Balaca paketlərdə olur, dad verir, supun içinə atırlar. Bax o, siz mənə deyərsiniz. Yadıma düşsə deyəcəm mən də. Azərbaycan dilində adı yadıma düşmür. We are retired, biz pensionerlərik, and live in nursing home və qocalar evində qalırıq. Evacuation, evakuasiya deməkdir. Bir yerdən başqa yerə köçürülmə. Last fall, ötən payız, we had a big storm. Böyük bir fall, uşaqlar, autumn var ya, payız. Payızın sinonimidir. Amerikanlar fall deyir. We had big storm. Böyük bir tufan oldu. The storm was only the beginning. Tufan sadəcə başlamışdı. After it, sonra poured for days. 4 days, günlərlə poured, güclü yağış yağdı. Yəni leysan yağdı. The whole town, bütün şəhər became flooded. Daşqın oldu. In the end, sonda, we had a power outage. Bizdə deyir, güclü fasilələr oldu. The heating, elektrik, istilik, electricity, electric, and even hətta the telephone was dead. Hətta telefon da kəsildi. At first, birinci, we took it lightly. Biz bunu yüngülcə atlatdıq. Yəni yüngül qəbul etdik. But at night, amma gecə, it got really cold. Həqiqətən soyuq oldu. With the temperature, temperatur dropping, düşdü. Below zero, zero sıfırdır. Yəni below zero, sıfırdan aşağı düşdü. It took 3 days, 3 gün çəkdi. Until the buses arrived. Avtobusların gəlməsi 3 gün çəkdi. They were supposed to evacuate us. They were supposed, gözlənilirdi ki, evacuate us, bizi evakuasiya edəcəklər. To our surprise, the buses didn't pick us up. Bir deyir, təəccüblə qarşılandıq ki, təəccübləndik ki, the buses, avtobuslar didn't pick us up, bizi götürmədi. Instead, əvəzinə, they stopped, onlar dayandılar. The next door, növbəti qapıda, where, haradakı, there is a luxury resort. Dəbdəbəli bir resort, istirahət yeri var. The rich people, varlı insanlar, were removed first, birinci köçürüldü. And we were told, bizə deyildi, they were able to charter the buses. Onlar, uşaqlar, əvvəla burada were able to be able to, bərabərdir, can deməkdir, bacarmaq, bilmək deməkdir. Sinonimdir. Charter'da pul ödəmək mənasındadır, kirayə götürmək. They were able to charter the buses. Onlar avtobus üçün for a lot of money, çoxlu pul ödəyiblər. We couldn't compete. Biz deyir, tamamlaya bilmədik with the rates. O
faizləri, pulu. When they left, onlar gedəndə. The guests winked. Qonaqlar göz vurdular. At us, bizə. Through the window, pəncərədən. We stayed in the nursing home. Biz deyir qocalar evində qaldıq. And fortunately, xoşbəxtlikdən, after a few more days, bir neçə gün sonra, the neighbors, qonşular, and private və private individuals, yəni nə deyirlər buna? Vətəndaşlar, adi sıravi vətəndaşlar, private individuals, adi vətəndaşlar, evacuate us, bizi evakuasiya etdi. One by one, bir. Keçdik bura. I used to work on a construction site. Mən deyir, inşaat yerində işləyərdim. Burada bir qaydanı öyrənirsiniz. Used to, bir şeyi əvvəllər edərdim, indi etmirəm. And I would call myself a construction worker. Və özümə inşaatçı işçisi adlandırırdım. I would call, adlandırardım. Would da keçmiş zamanda bir şeyi edərdim, alışardım mənası verir. Bu iki şeyi əzbərləyirsiniz. I will call myself, özümü konstruksiya, inşaat işçisi adlandırırdım. In those days, o günlərdə I had to carry a lot of heavy material. Had to, bilirsiniz, have to deməkdir. Yəni, bunun inkarıdır, malum-əl deməkdir. I had to carry, daşıyardım çoxlu heavy, ağır materiallar. Tez-tez bricks, kərpizlər, and sementlər. At times, bəzən, at times qeyd edirsiniz. At times, sometimes deməkdir. Sinonimdir. At times, sometime, yəni bəzən. I also had to clean asphalt. Asfaltı təmizləyərdim. Manual, yəni əl ilə, with a broom, süpürgə ilə. One day, bir gün, a little girl, balaca bir qız, approached me, mənə yaxınlaşdı. Asked me, məndən soruşdu. Why I sweat it so much? Nə üçün belə çox süpürürəm? I told her, ona dedim, it's because, çünki I have to work so hard. Çox işləməliyəm, have to, işləməliyəm. But she continued, o davam etdi, by asking me, məndən soruşaraq, why don't I do anything else? Nə üçün başqa bir şey etmirəm? I replied, mən cavab verdim, because, çünki I am only qualified for heavy labor. Mən sadəcə ixtisaslaşmışam, ağır, labor, əmək deməkdir, ağır əmək üçün, ağır işlər üçün. Suddenly, qəsdən, my boss came, suddenly, qəfildən mənim bossum gəldi. And yelled at me, mənə qışqırdı. What are you doing? Nə edirsən? I am paying you to work. Mən sənə işləmək üçün pul ödəyirəm. Not to stand around, ətrafda dolanma. I replied, mən cavab verdim. The girl was just asking me, qız məndən soruşdu. An innocent question, günahsız bir sual soruşdu. Yəni, adi bir sual da bu mənanı verir. Innocent özü günahsız deməkdir. Burada adi bir sual soruşdu. What did she ask you? Nə soruşdu o səndən? Why I was sweating so much? Nə üçün çox süpürürəm? Why? Nə üçün? I was sweating. Mən süpürürəm so much, belə çox. Enough, bəsdir, he said. O dedi. We are not a daycare center. Biz, yəni, daycare center uşaqlar bir yerdə baxıcı mərkəzdə, yəni aparırsan uşaqları qoyursan, məsələn 3 saatlıq, 5 saatlıq orada uşaqların qayğısına qalınır. Yəni bu baxıcı mərkəzi deyil. Move it. Hərəkət elə. The next day, növbəti gün, I didn't return to work. Mən işə qayıtmadım. I tried to find something else. Başqa nəsə tapmağa çalışdım. Something else. Başqa nəsə. Eventually, nəhayət, I found a good paying job. Mən yaxşı ödənişli bir iş tapdım. Cleaning sewers. Cleaning sewer kanalizasiya deməkdir. Kanalizasiya təmizliyi. The new job had one advantage. Yeni işimin bir avantajı var idi. Advantage üstünlük. Bir üstünlüyü vardı. At least ən azı. I didn't have to sweat that much. Mən deyir çox, ən azından I didn't have to sweat. Çox süpürməli. Sweat. Burada sweat, yəni çox süpürməli olmurdum. Bu mənanı verir. 50-yə də baxaq. Under the lamp post. Deməli,
Martin is studying in Paris. Martin Paris'te oxuyur. And found a night shift job in a restaurant. Və restoranda gecə çatdırma işi tapıbdı. Although baxmayaraq he is studying, o təhsil alır and working hard, çox çalışır. He doesn't feel quiet. O deyir, kifayət qədər at home yet. Özünü evə uyğunlaşdıra bilmir mənası verir də bu. Özünü yəni uyğunlaşa bilmir, özünü rahat hiss eləmir kimi verə bilərik. One reason, bir səbəb is that budur ki, he doesn't have any social contacts. Onun bir sosial əlaqəsi yoxdur. He is more of a dreamer and still has to figure out how to spend his free time. He is more of a dreamer. Yəni o daha çox xəyal eləyir, daha çox xəyalpərəstdir. And still və hələ də has to figure out how to spend his free. Boş vaxtını necə idarə etmək haqqında düşünür. Every evening, hər axşam, when he comes home, o evə gələndə from work, işdən, he has to walk through a park. O parkdan keçməli olur. It is an empty large park. Bu böyük, boş parkdır. Except for a few runners. Bir neçə qaçanı, except başqa demək. Yəni bir neçə qaçanı nəzərə almasaq. There are not too many people. Çox insan olmur. It's a beautiful park with typical French lanterns and benches. Bu deyir, adi bir Fransız lampaları və skameykaları olan gözəl bir parkdır. One evening, bir axşam, Martin gördü ki, a woman, bir qadın standing by herself, təkcə dayanıb, under a lamppost, lampanın altında, küçə lambasının altında. She seems, o görsən, to be waiting for someone, kimisə gözləyir kimi görsənirdi. Martin also thinks, Martin həmçinin düşünür, the woman is quite attractive, qadın kifayət qədər cəlbedicidir. The next evening, növbəti axşam, the same woman, eyni qadın, waits again, yenidən gözləyir, under the lamp, lampanın altında. At night, gecə, when Martin goes bed, Martin yatağa gedəndə, he still think of the woman, hələ də qadın haqqında düşünür. A very attractive woman, çox cəlbedici bir qadın, with light make-up, yüngülcə make-up'ı və hündürdabanı ilə. The situation occurs again, hadisə yenidən baş verir. Again and again, yenidən, over the next few weeks, növbəti həftələrdə. However, lakin Martin is too shy. Martin çox utanır to speak, soruşmağa to her, ondan. Also, baxmayaraq ki, sometimes he wishes, bəzən o arzu edir ki, he had more courage, daha çox cəsarəti olardı to do so, yəni bunu etməyə. On a Friday evening, 5-ci gün axşam, Martin approached the woman. Martin qadına yaxınlaşır. Today he determined to talk to her. Bugün o qəti qərar verir ki, talk to her, onunla danışdın. The woman receives him with a broad smile. Qadın onu qəbul edir. With a broad smile, böyük bir təbəssümlə. She says, o deyir, are you coming with me? Mənimlə gəlirsən?